Bu bitkinin bədənə necə təsir etdiyini eşidəndə təəccüblənəcəksiniz. Sadəcə bir stəkan bu çaydan içənlər bir neçə günə bədənlərində fərqi hiss edir. Aclıq otu orqanizmdə elə dəyişikliklər yaradır ki, bir çox dərman onun yanında sönük qalır. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Aclıq otu dəvə gözü kimi müxtəlif adlarla tanınır. Arıqlamaq üçün təsirli vasitələrdən biridir. Aclıq otu kimi şəfalı bitki növlərindən faydalanmaq və fayda əldə etmək üçün ondan düzgün istifadə edilməli və hazırlanma qaydasını bilmək lazımdır. Düzgün istifadə edildikdə arıqlamağı asanlaşdıracaq və bir çox xəstəliklərə müsbət təsir edəcək. Təbii işlətmə təsirinə malik olduğu üçün qəbizlik probleminin həllini təmin edir. Buna görə də bağırsaqlara faydalıdır. Orqanizmdə piylərin yanmasına kömək etməklə yanaşı, yağ əmələ gəlməsinin qarşısını alır. Uzun müddət toxluq hissi verir. İfrazat və həzm sisteminə müsbət təsir göstərir. Maddələr mübadiləsini sürətləndirir. Bağırsaq florasının müxtəlif xəstəliklərdən qorunmağa kömək edir. Mədə xəstəliklərinə xeyirlidir. Şirin və duzlu qidalara olan həvəsi azaldır. Zəiflədici təsiri ilə yanaşı, orqanizmin vitamin ehtiyacını da ödəyir. Böyrək daşları və qum tökülmələri üçün təbii vasitə kimi də istifadə olunur. Qan təzyiqini tənzimləyən və tarazlaşdıran təsirə malikdir. Bu çayı səhər ac qarnına və ya axşam yatmazdan əvvəl içə bilərsiniz. Tutucu təsiri var. Gecə yatmazdan əvvəl bu çayı içsəniz, həm səhərlər daha güclü oyanarsınız, həm də gecə aclığınızın qarşısını alırsınız. Bəs bu şəfalı çay necə hazırlanır? Bunun üçün 10 yarpaq aclıq otunu 250 ml qaynar suya atıb, təxminən 5 dəqiqə dəmləndikdən sonra suyu süzüb içə bilərsiniz. Bəs aclıq otunun zərərləri nələrdir? Bəzi insanlarda allergik reaksiya verə bilər. Təbii işlətmə təsirinə malik olduğu üçün həddindən artıq qəbulu bağırsaqların artıq işləməsinə səbəb olur. 10 gündən çox istifadə edilməməlidir. Əks halda bağırsaq selikli qişasını qıcıqlandıra və sağlamlığınıza zərər verə bilər. Bəs siz bu bitkidən istifadə etmisinizmi, nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.